Bax, ha! Namus və şərəf and içirəm deyirəm, ha! Bax, göstərəməyəcəm. Bax, buradan əməliyyat oldum, buradan. Əməliyyat olmuşam, əməliyyat. Hər zaman silahlıydım. Bu dəfə silah götürmədim. Bir dənə bıçaq vardı, daimin maşında qalırdı. Yağ bıçağı olsa da belə, çörək bıçağı olsa da belə yekə bıçaq idi. Bu dəfə silah götürmədim də, yox, ikinci gün idi silah götürmürdüm. İkinci gün idi. Və bir həftə idi də maşın almışdım. Oturanda, həmişə mən maşına oturub qızdırırdım, uşaq gəlirdi. Düşüb gəlirdi. Bilirəm kim məni satdı, neynədi, hamısının başına oynaşdı Almaniya, narahat olun. Deməli, gördüm, tap. Gəldi. Mən təcrübəsiz oldum da, mən elə bildim bir adamdır. Bu qapını açmaq istədim, mən də qapını belə bastım, açdım, düşdüm. Bıçaqdan, bu məni qaz sıxır belə, qaz, üzümə qaz sıxır. Mən də elə bilirəm, səhvim nədə oldu, elə bildim tək adamdır. Mən də bıçağı soxa belə vura gedirəm, amma bildiyim qədərlə bir ya iki dəfə qoluna dəydi bıçaq. Bıçağı vura gedirəm və külək var. Həmən yerdə bizim evin məscidin kuxnasıdır. Yəni öz sıxdığı qaz. Orada olubdur, özü də nəfəs alanmır. Sonda o adam qaçanda üstəlik əli yaralıydı, maşına dəydi. Mənim maşınım qabağına çırpıldı. Qabağı batmışdı. Uzun sözün qısası, mənim səhvim onda oldu ki, mən elə bildim bu bir nəfərdir. Bax, eyni onu necə vurublarsa, məni də elə vurdular. Bax, mən belə vuran kimi 3 dəfə, 4 dəfə vurdum, belə gəldim, cumuram ki. Ağzıma da qaz dolur, çığırıram ki, məscidin içində namaz qılanlar eşitsin. Bir də, yəni qonşular eşitsin də, yəni bir balaca hayma hoyma yetən olsun. Bunların fikri məni qaçırmaqdır. Və deyilən mətələrim, birdən buradan, 5 barmaqdan, nə təri, bax o, Araz Musayevi vurdular başının dalından. Bax, 5 barmaqdan mənim də vurdular, düz buradan vurdular, buradan. Əməliyyat oldum buradan. 5 barmaqdan vurdular. Bax, Araz Musayevi necə 5 barmaqdan vurdularsa, dənbə buradan. Məni də elə vurdular. Və mən onu vuranda mən yıxıldım yerə. Öyle kickboksiyona deyib, mən ömrü boyu idmanla məşğul olan adamam. Mən bilmirəm mi kickboksiyorun udarlarını mən bilmirəm mi necə udar atır. Daldan 5 barmaq dəyən kimi yıxıldım yerə. Yerə yıxılan kimi 5-6 nəfər, hamısı kameraya düşüb, 5-6 nəfər hərəsi bir tərəfdən ən ağır təpkilərlə başıma vurdular. Bədənimə və başıma. Belimə elə təpik vurmuşdular ki, düz 8 ay qabırğalarım ağrıdı. Belə eləyəmirdim, belə dönəmirdim, belə tərpənəmirdim. 8 ay. Əməliyyat oldum boynumun dalına. Yəni qan yığılmışdı, şiş qalmışdı orada. Və deyilən dəri soydaşlar. Və o videonu, məni vurduğu videoları görmüşsünüz. Və vururlar, görürlər ki, məscid, orada indi səhər-səhər Almanlar bilirsiniz də, Almanlar necədir. Hamısı saat 5-dən. Hamısı Almanlar 5-dən durarlar, aynı növbətdə sigaret çəkənlər, it gəzdirənlər, işə gedəni, burada hamı 5-də işə gedir 6-da. Ağlınızı Azərbaycana verməyin, hamı 5-də 6-da işə gedir. Elə bir burada hamı metroda işləyir, bizdə metroda işləyənlər elə gedir. Uzun sözün qısası. Mən sonra telefonumu almaq üçün, əlini cibimə saldılar. Axırıncı qaçanda, axırıncı adam əlini cibimə saldı və mən telefon götürmürəm axırından. Mən bilirəm telefonu hara, mən üstündə telefon götürürəm. Yəni buna xəbər göndərənləri almaq üçün. Və telefon yox idi üstündə. Cibimdə olan bir dənə sigaret qoyuram ki, uşaq məktəbə aparanda çəkimdə yolda. O sigaret yerə düşdü. İndi nə demək istəyirəm? Onlar 6 saniyəyə, baxın, onlar 6 saniyəyə məni hop götürməli idilər. 6 saniyəyə. Mənim əlimdə bıçaq olması. Bu kickboksiyorun vura parmağım. Üstəlik. O 6 nəfər adamın, o məscidin qırağı reşotqazad idi, o anda çolluq var idi. O reşotqalardan gec gəlmələri, insanların duyuq düşməsi, mənim uşağımın zadımın aynadan zadan adamların çığırışması 6 saniyəyə bunlar məni götürüb qaçmalıydılar. Əgər 6 saniyəni keçəcəksə, 12 saniyəyə qədər bunlar məni vurub, ölümünə vurub getməliydilər, qaçmalıydılar. Və elə də oldu. Məni ölümünə vurdular və qaçdılar. 12 saniyədən artıq da öyle o video görürsünüz. İndi, sözüm ondan gedim, Arazı nətər vurdularsa, məni də elə vurdular. Baxın,
Onu necə boynunun dalından vurdular ha birinci. Məni də elə vurdular. Onu necə qabaqda duran hazır bıçaqla gözləyir. İndi bıçağı yəqin ki cibində ya qoynundadır. Daldan vuran vurur közünü itirsin. Bu da rahat soxsun. Başa düşdünüzmü dəyərli vətəndaşlar? Başa düşdünüzmü? İndi də mən bəzi vaxtı qanunları eşitmək lazım, bəzi vaxtı yox. Ay bunu götürmə üstündə Alman qanunları belə gəldi. Aynən İngilis qanunları belə gəldi. Ay kişi, özünü müdafiə eləmək üçün həyatı təhlükən varsa, hər şey elə. Vaxt var mən üstündə bıçaq götürməyə polis qoymurdu. Özü müdafiə vasitələrinə qoymurdu polis. Almanya federativ devlət, demokratik devlət. İlham Əliyev burada heç kimi vura bilməz. Sonra gördülər dalımla gələn killerlərin sayı hesabı yoxdur. Özü nəinki özləri uca mənə yardım edirlər. Dəyərli vətənlərim, dəyərli soydaşlar. İndi baxın ha, məni necə vurdurdusa Adil Əliyev. Bax. Araz Musayev də arxadan bir vurdurdu, qabaqdan soxdurdu. Bax, eyni ilə mənik.